ilk tədris ilimiz gedir hal-hazırda. İlk tədris ili üçün 1150 tələbə qəbul etmişik. Qəbul puanı necə olursa o derece tam doldu. Sevindirici hal oldu ki, çok yüksek ballı gençler geldi üniversitetimizə. İlk ilimizdə dinlənimiz olmadığı için gözləntimiz oydu tələbələrimizdən. Bütün bölgelerimiz təmsil olunur. Tələbə heyətimizdə bu gün çox sevindirdik. Naxçıvan, Şəki, Gəncə bütün bölgələrimizdən gənclər gəldi bura. Yəni, bugün üniversitetimiz birinci kursda ibarətdir. 1150 gənc Qarabağda təhsil almaq üçün Qarabağın gözü bütün gəldi Qarabağa. Bu Qarabağdakı həyatın bərpasının bir fərqli bir alətidir. İnşallah ki, bu prosese başlamışıq. 6 fakültə ilə başlamışıq. Mühəndislikdir, iqtisadiyyatdır, incəsənətdir, pedaqojidir, turizmdir və humanitariliklərdir. İnşallah qarşıdakı dönemdə fakültələrin, ixtisasların sayı artırılması nəzərdə tutulur. Ən müasir üniversitetlərdə oxunmuş, ülkəmizin tarixi üniversitetlərdə təhsil almış, uzun dərəcələr almış, yaxşı bir gənc heyət formalaşdırmış, heyətimiz müasir insanlardan ibarətdir. Möhtərəm Prezidentimizin tapşırığıdır ki, Qarabağ Üniversiteti sözün həqiqi mənasında Qarabağın adına layiq olan müasir bir tədris verməlidir. Cəmiyyətimizin ehtiyaclarına uyğun real tədqiqatlar aparıb cəmiyyətə təkliflər verilməlidir və innovativ həllər təklif edilməlidir. Yəni, bu üç məsələdə yola çıxmışıq. Qarşımıza qoyulan strateji tapşırıqlar içərisində Qarabağımızda həyatın bərpasına töhfə vermək və universitetin missiyası tamam fərqli bir yöndə qurulub və İlxan kəndi şəhərində 90 müddətli fəaliyyət gördüyümüzdə də onu göstərir. Universitetin burada qurulması digər sənayələrin, digər bu insanlara xidmət edən qurumların bura gəlməsinə bir katalizator rolu oynadı. Qarşımızda çox ciddi hədəflər var. Bu hədəflərə çatmaq üçün dünyanın Türk dünyası, Türkiye önde olmakla olan üniversiteleri ve əməkdaşlıqlar nəzərdə tutulur. Artıq proses başlayır. Ciddi laboratoriyaların qurulması həyata keçirilir. Beş il.